Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Risalelerin Baxsası kitabında 16. bölüm devam edirik. Muallif rahmanullah burada ikinci hadisi zikir edir. An Ebi Necihil İrbad ibn Seriye radiyallahu anhu deyir ki, Allah'ın Resulü sallallahu aleyhi ve sellem bize çatan bir mövzə elədi. Bəliğa, yəni ondan qəlblər qorxdu, gözlər doldu, gözlər yaşardı yəni. Dedi ki, ey Allah'ın Resulü, sanki bu mövzə vida edənin mövzəsidir. Bizə vəsiyyət eləginən, o da deyir ki, sizə vəsiyyət edirəm, yəni tövsiyə edirəm ki, Allah qorxsun. Allah'tan qorxmaq, eşidib itaət eləmək, yəni hakimlərə eşidib itaət eləməkdən söhbət gedir. وَاِنْ تَأَمَّرَ عَلَيْكُمْ عَبْدٌ حَبَشِيٌّ Yəni Həbəşi qulu sizin üzərinizə belə əmir olsa, onun edin, eşidin, itaət edin. وَاَنَّهُ مَنْ يَعِشْ مِنْكُمْ فَسَيَرَ اخْتِلَافًا كَثِيرًا Sizdən kim yaşasa, o çoxlu ixtilaflar görəcəkdir. İxtilaf görəcəkdir. Sizin üzərinizə mənim və Xulafə Raşidin Məhdinin sünnəti Peyğəmbər sallam onlara deyir ki, yəni mənim və Xulafə Raşidin sünnəsini sizin üzərinizə ondan arxa dişlərinizlə yapışın. Yəni öz sünnəsində, Xulafə Raşidin sünnəsində bir elədi. Yəni bir sünnə onlara bildirdi. Nə bayda yeni işlər edərsiniz. Yəni yeni işlərdən, yəni çəkinin yəni. Çünki hər bir yenilik azğınlıqdır. Hədisi Abu Davud və Tirmizi rivayet eləmişdir. Yəni hadis hasanun sahih. Muallif rahmanullah bunu sünniyə və onun ədəblərinin qorunmasına əmri olan bölümdə gətirmişdi. İrbad ibn Seriye radiyallahu anhu demişdi. Necə ki hədisdə gəlir. Allah'ın Resulü sallallahu aleyhi ve sellem bizə satan bir mövzə eləmişdir. Ondan qəlblər qorxmuşdur, gözlər yaşarmışdır. Bu Peyğəmbər sallallahu aleyhi ve sellemin yoluydu. Onun yoluydu ki, o insanlara ratib mövzələr edərdi bəzi hallarda. Necə ki, ratib mövzələr nədir? Məsəl üçün, müəyyən vaxt seçərdi. Həmin vaxtı hər səfər neyinlərdi? Mövzə edərdi. Məsəl üçün, cümə günü kimi, bayram xütbələri kimi. Bəzi hallarda isə neyinlərdi? Mövzə etdikdə, yəni vaxtı bilinməyən bir mövzə edərdi. Yəni ki, vaxt bilinmirdi ki, bunu deyəcək, yoxsa deməyəcək. Cümə günü bilinir, bayram namazlarında xütbə bilinir də. Düzdürmü? Yəni bir səbəb tapılan kimi hər hansı bir səbəb olardısa da tez neyinlərdi? Mövzə edərdi. Və aleyhissalatü vesselam durur, insanlara mövzə edir. Həmçinin mövzələrindən də biri nə idi? Hansı vaxt olurdu? Günəş və yaxud da ay tutulduqda, namaz qıldıqdan sonra neyinlərdi? Mövzə edərdi. Xütbə verərdi, çatan böyük bir əzəmətli mövzə edərdi. Kim bunu bilmək istəsə, bu söhbətləri bilmək istəsə, Zadul Ma'ad kitabına, İbn Qayyim rahmetullahi Zadul Ma'ad kitabına baxa bilər. Orada Peyğəmbər bütün elədikləri, danışdıqlarında əsas olanları İbn Qayyim rahmetullahi orada yazıbdır. Əmmə huna feyəqul. Amma burada isə deyir ki, وَعَذَنَا مَوْعِظَةً بَلِيغًا Yəni, çatan bir mövzə etdi bizə. Qəlblər qorxdu, gözlər yaşardı həmin mövzədən. Yəni, təsiri çox böyük oldu. Çox böyük təsir elədi, deyir. Hətta dedilər ki, ey Allah'ın Resulü, sanki bu vida edənin mövzəsidir. Fəusinə, bizə vəsiyyət etkinən. O da deyir ki, çünki deyir, mövzə edən kəs, daha doğrusu, vida edən kəs bir yeri tərk eləmək istədikdə, o özündən sonra qalanlara neyir? Mövzə edir. Yəni, çatan bir mövzə edir. Həmin mövzə də xatırlarda qalır, unudulmur Allah'ın izniyle.
Bunun üçün də görürsən bir insan bir yeri tərk etdikdə, səfərlə bağlı mı, başqa bir şeylə bağlı tərk etdikdə, mövzə etdikdə həmin mövzə qəlbdə qalır. Ona görə də ona deyirlər ki, sanki vida edənin mövzəsini verirsən. Sahabələrə sözü ona görə deyir. Radiyallahu anhum. O da deyir ki, sizə Allah qorxusunu tövsiyə edirəm. Bu vəsiyyət, Allah Teala da bunu öz qullarına etmişdir, bu vəsiyyəti. وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اَنِ اتَّقُوا اللّٰهِ Kitab verilmiş kəslərə və sizdən öncəki və sizlərə də Allah'tan qorxmağı vəsiyyət eləmişdir Allah Teala. Yəni əmr eləmişdir. Ən-Nisa surəsi 131-ci ayə. Təqva nədir? Elə bir kəlmədir ki, şəriət kəlmələrinin çoxunu özündə cəm edir. Yəni şəriət kəlmələrindən vardır ki, cəm olan, bu söz onu cəm edir. O da nədir? Allahın əzabından, mənası odur ki, Allahın əzabından insan Allahın əzabından bir qoruyucu bir şey götürmək, vokaya götürmək. Yəni, məsələn, insan yağış yağında zontik götürür və yaxud da isti olanda onun kimi həmçinin öz günəşlə, yağışla öz arasında maniyə götürür. Vokaya, yəni maniyə götürür. Allahın əzabından öz arasında. İnsan Allahın əzabından qorunma götürür. Necə götürülür? Necə götürür? Nə ilə götürür? Əmirləri yerinə yetirməklə, qadağan olan şeylərdən çəkinməklə. Əmirləri yerinə yetirib qadağanlardan çəkinmək də yalnız onu bildikdən sonra olur. Əmir nədir? Qadağa nədir? Sən onu bildikdən sonra ondan əmri yerinə yetirib, əmr olan şeyləri, qadağan olan şeylərdən çəkinə bilirsən. Onda nə olur? Elm. Lazımdır ki, elm olsun. Və elmdən sonra nədir tələb olunan? Əməl lazımdır olsun. Əgər insanda elmlə əməl cəm olsa, bu Allah qorxusunu əldə etmiş olar və ona təqva hasil olmuş olar. Allah'tan qorxmaq, onda nə olur? Onun əzabından hər hansı bir maniyə götürmək. Yəni, əzabına mani olan şeyləri götürmək lazımdır. Əmirləri yerinə yetirmək, qadağan olan şeylərdən çəkinmək. Buna da yalnız elmlə çatmaq olur. Buradakı elm dedikdə, yəni şərt deyil ki, insanın dəniz qədər elmi olsun, yəni bu qəsd olunmur. Yəni. Burada elm dedikdə, insan hansı ki, ona fərz olan vardır ki, Allahın əmirlərindən bildiyi fərz olan elm var, o qəsd olunur. İnsanlar da bunda fərqlidirlər. Görürsən, məsəl üçün, bir insanın malı var, vacibdir ki, zəkat əhkamlarını bilsin. Çünki bu mal olan insan zəkat çıxartmalıdırsa, onun əhkamlarını bilməlidir. Kim, məsəl üçün, həccə getməyə imkanı vardırsa da, vacib olur ki, həcc əhkamlarını bilsin. Bundan başqa olan vaciblərdir. Yəni, şəriət elmləri fərd-ü kifayədir, yalnız qul nəyə edirsə də ondan başqa, onun öz üçün fərzi aynı olur. Yaxşı. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, sizə Allah'tan qorxmağı, eşidib, itaət eləməyi tövsiyə edirəm. Və in təəmmər aleykum abdun həbəşin. Həbəşi qul sizə əmr olsa belə. Eşitmək, itaət eləmək, yəni burada əmr sahibindən söhbət gedir. Yəni bu qul olsa belə, həbəşi qul olsa belə. Yəni istər buradakı hakim, reis, başçı ümumi olan olsun, dövlətin başında duran olsun və yaxud da ki, hər hansı bir icra hakimiyyəti bir şəhərdə olan və yaxud da bir qəbilə və yaxud da buna oxşar. Yəni bunlar hamısı nədir? Böyük reis bunlar təyin edibsə də bunlara eşidib nədir? İtaət eləmək lazımdır. Bəzi insanlar, bəziləri xata eləmişlər, zənn edərək ki, burada deyəndə ki, həbəşi qulu olsa belə, ennel murada bihim el-umara ellezine dunel velil azam ellezi yusammihil fuqaha el-imamul azam. Yəni, bəziləri zənn eləmişlər ki, xata zənnən ki, buradakı qəsd
o əmirlərdir ki, hansılar ki, böyük hakimdən aşağıda olanlar. Fəqihlər onları İmam-ül Azam adlandırmışdı. Liyənnəl imarətə fiş-şər'i təşməlül imarətəl uzmə və hiyəl imamətu və mə dunəhə kə imarətəl buldən. Çünki şəriətdəki əmirlik, böyük əmirlik özündə şamil edir. O da özündə böyük əmirliyi də şamil edir. Və həmçinin də özündən aşağı olanlar da şamil edir. وَالْإِمَامَ وَهِيَ الْإِمَامَةِ وَمَا دُونَهَا كَإِمَارَةِ الْبُلْدَانِ. Demək, imamlıq, böyük imamlıq, qəs burada yəni xəlifə deyək, məsələn, məlik deyək, sultan deyək, prezident deyək. Bu böyükdür, öz ölkəsində böyükdür. Sonra isə ona tabi olanlar var, icarəci başçılar, deyirəm, başa düşəsiz deyirəm, icarə başçılar, Keymarat-ı Buldən, yəni şəhərlərə başçılıq edənlər vardır. Sonra müəyyən yerlərə, qəbilələr bunu oxşar, yəni nədir, başçılar. Və dəlilu hədə ənəl musliminə mundu təvəllə Ömər ibn Xattab radiyallahu anhu kən yüsəmmunəl xəlifə. Buna dəlil nədir? Buna dəlil odur ki, müsəlmanlar o vaxt Ömər radiyallahu anhu ki, hakimiyyəti xəlifə oldu, hakim oldu, onu xəlifə adlandırmışdılar. Yəni həmin xəlifə, yəni əmir-il-müminin, müminlərin əmri. Yəni onu əmir eləmişdilər. Və hədə lə şəkkə fih, burada şək yoxdur. Thumma yusamma edən imamən. Həmçinin imam demişlər. Liyənnəhu sultan əl-azam. Çünki o böyük sultandır. Və yusamma sultanan, sultan demişlər. Lakin ləzi aleyhi sahabət ennəhum yusammunəhu əmirəl-müminin. Lakin sahabələr nəyin üzərində olmuşlar? Onlara müminlərin əmri deyirdilər. Sahabələr bunu yaxşı. Sahabələrdən sonra gələnlər birinə sultan deyir, birinə məlik deyir. Bu olar. Problem deyil. Hamısı bir mənanı daşıyır. Həbəşi qulu sizin üzərinizə əmrli eləsə belə, yəni hətta, yəni bu ərəbdən olmasa belə, ona görə Həbəşi qulun misalı çəkilir ki, yəni ərəbdən deyil. Yəni Həbəşistandan olsa belə, əgər hakim olubsa da, başçı olubsa da, Allah Subhanahu ona sultanlıq veribsə də, vacibdir ki, onu eşidib itaət eləmək. Bu niyə? Çünki o əmir olubdur. Əgər biz eşidib itaət eləməkdən başqa bir şey deyəsi olsaq, insanlar qarışıqlığa düşərlər. Çünki başsız olan yerdə qarışıqlıq olur həmişə. Biri başqasına hücum edər, biri başqasının haqqına girər. Yəni, görərsən ki, yəni, bunun qarşısını almaq olmaz. Başqalarının haqları ortada itər, batır. Əs-səm'i və ta'a, eşidib itaət eləmək, bu mütləqdir. Hədəl itlaq müqayyət, bu mütləq olan bağlanıb bir şeyə. Nəyə bağlanıbdır? Peyğəmbər sallallahu əleyhi nəyə bağlayıbdır? Yəni mütləq olaraq eşidib itaət eləmək lazımdır. Yoxsa müəyyən miqdarı çərçivəsi vardır. Peyğəmbər sallallahu əleyhi deyir ki, "İnnəmət-ta'atu fil-ma'ruf." Ma'ruf olan şeylərdə, yaxşı şeylərdə eşidib itaət edirsən. Bunu 3 dəfə Peyğəmbər sallallahu əleyhi təkrarlamışdı. Yəni şəriət nəyi iqrar edirsə də, o şeylərdə eşidib itaət edirsən. Amma şəriət nəyi inkar edibsə də, əlbəttə ki, bu şeydə heç kimə itaət yoxdur. Hətta insan atası olsa belə, anası olsa belə, əmir, ümumi əmir, xüsusi əmir olsa belə, şəriətə müxalif bir şey əmr edirsə, eşidib itaət eləmirsən. Yəni qarşı mı çıxırsan? Yox, sadəcə eşidib itaət eləmirsən. Çünki şəriətə müxalif dediyi üçün. Misal olaraq, deyək ki, əmr eləsə ki, bir insan orduda, məsəl üçün, bir başçı əmr edir ki, orduda əskərlər namazı tərk eləsinlər. Onda deyirik ki, eşidib itaət yoxdur. Necə əskərlər namazı tərk eləsinlər? Çünki namaz fərzdir. Allah təala onu qullarına fərz edibdir. Elə ən birinci, elə o əmrin üzərinə vacibdir ki, o namaz qılsın. Çünki Allahın əmridir bu. Yəni sən də bunu eləməlisən və sənin birinci əmr olan da sənin özünsən. Belə elədikdə eşidib ona itaət eləmək yoxdur, əgər qadağan eləsə namazı. Əgər əmr eləsə ki, bir haram bir şey eləsinlər, məsələn, saqqallarını qırxsınlar, deyir ki, eşidib itaət yoxdur. Yəni, İbn Hüseyin deyir ki, bu şeydə itaət eləmirik sizə. Biz bu şeydə Peyğəmbər sallallahu aleyhi və səlləmə itaət edirik, deyir, saqqallarınızı uzadın,
bığlarınızı gödəldin. Bu kimin əmridir? Resulullah sallallahu aleyhi ve sellemin əmridir. Və həmçinin də buna oxşar bütün nə ki əmrlər ki var, əgər Allaha asi olan bir şeylərdirsə, eşidib itaət yoxdur. Vacibdir ki, açıq aşkarda müxalif olmaq. Yəni fikir verməmək yəni. Kim Allaha asi olursa da və Allahın qullarına Allaha asi düşməyi əmr edirsə də, onun eşidib itaət etməkdə haqqı yoxdur. Lakin vacibdir ki, başqa şeylərdə itaət eləmək. Şəriətə müxalif olmayan şeylərdə. Yəni o mənası o deyil ki, əgər asiliyi əmr eləsə ona mütləq olaraq itaət düşür. Yəni itaət eləmirsə mütləq olaraq yox, bu demək deyil. Yalnız o asilik olan müəyyən şeydə Allaha asilik olan şey əmr olduqda o şey itaət eləmirsən. Amma bundan başqa olan şeylərdə vacibdir ona itaət eləmək. Bəzi insanlar elə zənn edir ki, əgər bu bir şeydə asilik əmr eləsə, bütün işlərdə bunun nədir? İtaəti düşür, eşidib itaət eləmək düşür. Yox, bu belə deyil. Bu xatadır. Çünki Allah Teala nəyə əmr edirsə də vacibdir bizim üzərimizə. Onu əmr eləmək vacibdir. Amma onu əmr sahibi bizə desə, məsələn, əmr sahibi deyir ki, namaz qılın. Və yaxud da demir namaz qılmayın. O desə də, deməsə də Allah Teala bizə deyir ki, namaz qılın, düzdür? Biz namaz qılmalıyıq. Yəni o bizə deyilsə də ki, qılın və yaxud da qılmayın, susulsa belə, biz onu onsuz da eləməliyik. Sonra burada bir üç halı zikr edir. Rahmanullah deyir ki, İmmən yəkuna mə əmərəhu bihi və lil əmr mə'muran bihi şər'an. Demək, əmr sahibi əmr elədiyi şey, deyək ki, şəriətdə əmr olunubdur, bu gəlibdir. Məsələn, əmr edir ki, cəmaatla namaz qılın. Vacibdir, fəhədə yəcibun imtisaluhu. Buna əmr eləmək vacibdir. Çünki şəriət bunu əmr edibdir. Allah Teala və onun Rəsulu əmr edibdir. Vali əmr də bunu əmr edir. Bu halda itaət edirsən yəni. Çünki Allah və Rəsulu əmr edibdir. Və yaxud da ki, əmr sahibi əmr edir ki, Allaha asi olunsun. Vacibin tərki və yaxud hər hansı bir haramı etmək. Bu şeydə eşidib itaət yoxdur. Və yaxud da ki, insanlara elə bir şey əmr edilir ki, şəriət onu əmr eləməyibdir. Nə də ki, şəriətdə asilik deyir o. Bu halda eşidib itaət eləməlisən həmin hakimə. Çünki Allah Teala deyir ki, ey iman gətirənlər, Allaha itaət edin və onun və Rəsula itaət edin və sizdən olan əmr sahiblərinə. Əmr sahibinə itaət Allaha və Rəsula asi olmayan şeylərdə lazımdır. Allah Teala müvəffəq edədir. Hədisi gələn səbəb davam edərik. İnşallah. فَاِنَّهُ مَنْ يَعِشْ مِنْكُمْ فَسَيَرَ اِخْتِلَافًا كَثِيرًا. Sizdən sonra kim yaşasa çoxlu ixtilaf görəcəkdir. Davam edərik şərh. Allah Teala ki bizlərə iştifa edən Allah'tan azər.